Qoç bürcü 3 aprel 2025-ci il. Tamamilə çətinlik çəkmədən çətin olsa da yaxşı gündür. Səhər enerji dolu olacaqsınız. Ona görə də bütün planlaşdırılan işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Bir çox qoç yaxınlarınızla uzun müddət davam edən münasibətləri həll edə biləcək. Gələcək üçün planlarınızı müzakirə etmək, ideyaları bölüşmək əla olacaq. Birlikdə çoxlu maraqlı şeylər ortaya qoyacaqsınız. Həddindən artıq vəzifə götürməyə ehtiyac yoxdur. Bəzi şeylər sonraya təxirə salına bilər. Gün ortadan sonra çoxdan görmədiyiniz qohumları ziyarət etmək yaxşı olardı. Görüş çoxlu sevinç və müsbət emosiyalar gətirəcək. Boğa bürcü 3 aprel 2025-ci il. Ən asan gün deyil, ancaq səhər qeyri-adi dərəcədə uğurlu olacaq. Buna görə də bütün planlaşdırılan işləri mümkün qədər tez yerinə yetirməyə çalışmaq daha yaxşıdır. Ailə üzvlərinizdən kömək istəməkdən çəkinməyin. Onlar bəzi məsuliyyətləri öz üzərlərinə götürməkdən məmnun olacaqlar. Bir çox boğa mehriban və dinc olacaq. Bu da kobud kənarlara hamarlamağa, fikir ayrılıqlarının qarşısını almağa kömək edəcəkdir. Axşam sakit ailə mühitində keçirilməlidir. Dostlar qrupunu ziyarət etmək də yaxşı seçim olardı. Lakin bunlar uzun müddətdir yaxşı tanıdığınız insanlar olsalar daha yaxşı olardı. Əkizlər bürcü 3 aprel 2025-ci il. Uğurlu gündür. Səhərdən yüngüllük hissi sizi müşahidə edəcək. Bununla belə heç bir ciddi çətinliklər gözlənilmir və bütün lazım işlərin öhdəsindən uğurla gələcəksiniz. Bir çox əkizlər ev işlərinə xüsusi diqqət yetirməli olacaqlar. Ev işləri və yaxınlarınızla ünsiyyət üçün vaxtınız olacaq. Zədələnmiş münasibətləri bərpa etmək üçün əlverişli zamandır. İlk addımı atmağa belə ehtiyacınız olmayacaq. Şərtlər sizi yenidən ünsiyyət qurmaq istədiyiniz şəxslərlə bir araya gətirəcək. Xərçəng bürcü 3 aprel 2025-ci il. Ən asan gün deyil. Səhər saatlarında bir çox xərçənglər heç bir səbəb olmadan əsəbi və narahat hiss edəcəklər. Bu zaman vacib qərarlar qəbul etməməli, yaxınlarınızla ciddi məsələləri müzakirə etməməlisiniz. Ev işlərinə çox vaxt ayırmalı olacaqsınız. Lakin bu daha da yaxşı olacaq. Çünki bu duyğuların öhdəsindən gəlməyə kömək edəcəkdir. Günün ikinci yarısını sakit bir mühitdə keçirməyə çalışın. Səs-küylü məclislərdə və ya böyük qruplarda iştirak etməməlisiniz. Uzun müddətdir əldə etmədiyiniz zövqlü şeylərlə məşğul olun. Şir bürcü 3 aprel 2025-ci il. Qeyri-müəyyən bir gündür. Həddindən artıq həssaslıq vəziyyəti ağılla qiymətləndirməyin zamanı olacaq. Yaxşı tanımadığınız insanlara güvənməyə tələsməyin. Onlar sizi yoldan çıxarmağa çalışa bilər və siz kifayət qədər uzun müddət öz səhvlərinizin nəticələri ilə üzləşməli olacaqsınız. İdeyalarınızdan bəziləri qeyri-real olacaq. Ona görə də onları dərhal həyata keçirməyə tələsməyin. Günün ikinci yarısı bir çox şir bürcünə çoxlu xoş sürprizlər gətirəcək. Bununla belə yaşlı qohumlarla ünsiyyət zamanı maksimum təmkinli olmaq vacibdir. Bu onlara münasibətinizə ən yaxşı təsir göstərəcək. Qız bürcü 3 aprel 2025-ci il. Sakit gündür. Əhəmiyyətli dəyişikliklərin, parlaq hadisələrin gözlənməsi ehtimalı yoxdur. Uzun müddətdə təxirə saldığınız ev işlərini səhər saatlarında etmək yaxşı olardı. Ailəli qızlar ən yaşlı və ya ən kiçik qohumlarına daha çox diqqət yetirməlidirlər. Ürəkdən söhbət edə, qarşılıqlı inamı gücləndirə biləcəksiniz. Tələsik vədlər verməməlisiniz. Onları saxlamaq düşündüyünüzdən də çətin olacaq. Axşam köhnə dostların əhatəsinə keçirmək, uzun müddətdir görüşə bilmədiyiniz insanlarla görüşmək yaxşı olar. Tərəzi bürcü 3 aprel 2025-ci il. Olduqca uğurlu gündür. Səhər pozitiv qalmaq biraz çətin ola bilər. Ailə üzvləri işlərinizə qarışmağa çalışacaqlar və bu həmişə uyğun olmayacaq. Bununla belə istəsəniz kobud kənarlara hamarlaya, münaqişələrdən qaça, ətrafınızdakilərin enerjisini düzgün istiqamətə yönəldə bilərsiniz. Günün ikinci yarısı əksər tərəzilər üçün əlverişli olacaq. Partiyalarda, böyük qruplarda iştirak etmək üçün yaxşı vaxtdır. Uzun müddətli dostluq qura biləcəyiniz və ya romantik hekayəyə başlaya biləcəyiniz maraqlı insanlarla tanış olmağınız mümkündür. Əqrəb bürcü 3 aprel 2025-ci il. Biraz mübahisəli gündür, amma daha çox yaxşılıq olacaq. Səhər şənlik və emosional yüksəliş hiss edəcəksiniz. Bütün lazım işlərin öhdəsindən tez gələ biləcəksiniz. Ailə üzvləri sizə öz yardımlarını təklif edəcəklər. Ona görə də ev işləri çox vaxt aparmayacaq. Təmizləmək və lazımsız şeylərdən qurtulmaq üçün yaxşı vaxtdır. Axşam saatlarında bəzi əqrəblər heç bir səbəb olmadan narahatlığa meyilli olacaqlar. Dostların və ya sevilən birinin dəstəyi bu işin öhdəsindən gəlməyə kömək edəcək. Narahatlıqlarınızı onlarla bölüşsəniz, üzülmək üçün əsl səbəb olmadığını görəcəksiniz. Ox atan bürcü 3 aprel 2025-ci il. Gün biraz çətin başlayacaq, amma sonra hər şey yaxşılaşacaq. Səhər başqaları ilə ortaq dil tapmaq çətin olacaq. Köhnə münaqişələr özünü göstərəcək. Əksər ox atanlar yaxşı olar ki, ünsiyyətlərini məhdudlaşdırsınlar, öz işlərinə baxsınlar və heç bir vacib iş görməsinlər. İşləri qaydasına salmaq, gələcəklə bağlı planlar haqqında düşünmək üçün əlverişli zamandır. Lakin biraz sonra onları həyata keçirməyə dəyər. Günün ikinci yarısında yaxınlarınızla xırda fikir ayrılıqlarını həll edə, bəzi səhvlər düzəldə biləcəksiniz. Axşam saatlarında ortaq işgüzar maraqlarınız və ya çoxdankı hobbiniz olan şəxsləri ziyarətə dəvət edə bilərsiniz. Oğlaq bürcü 3 aprel
2025-ci il qeyri-müəyyən bir gündür. Ciddi çətinliklərdən qorxmağa ehtiyac yoxdur. Lakin səhər saatlarında yaxınlarınızla kiçik fikir ayrılıqları yarana bilər. Səbirli və nəzakətli olsanız mübahisədən qaça bilərsiniz. Ciddi məsələləri müzakirə etmək üçün yaxşı vaxt deyil. Ev işlərini birlikdə edin, xoş bir şey haqqında danışın. Onda evdə əlverişli atmosfer yarada biləcəksiniz. Bəzi oğlaqlar maraqlı insanlarla tanış ola və ya bitməsinə peşman olduqları münasibətləri bərpa edə biləcəklər. Düzdür, bunu etmək üçün təşəbbüs göstərməli olacaqsınız, amma nəticə sizi çox sevindirəcək. Dolça bürcü 3 aprel 2025-ci il olduqca çətin gündür. Səhər uğursuz hallar və işdə gecikmələr mümkündür. Lakin siz hər şeyin öhdəsindən tez gələcəksiniz. Bəzi dolçalar biraz həssas olacaqlar. Buna görə də özünüzü bir yerə çəkməyə çalışmaq, xırda şeylərə yersiz əhəmiyyət verməmək vacibdir. Maraqlı insanlarla görüşlər və yeni tanışlıqlar ehtimal olunur ki, bu da sizin üçün təsirli perspektivlər açacaq. Dostlarla fikirlərinizi müzakirə etmək üçün əlverişli zamandır. Ortaq layihə ilə çıxış etməyiniz və cəsarətli işlərdə bir-birinizə dəstək olmağınız tamamilə mümkündür. Balıqlar bürcü 3 aprel 2025-ci il olduqca uğurlu gündür. Öyrənməli, çoxlu yeni şeylər və tezliklə işiniz üçün faydalı olacaq şeylər var. Yüksək intuisiya qeyri-müəyyən vəziyyətlərdə düzgün qərarlar təklif edəcək. Bəzi balıqlar çoxdan gözlənilən xoş xəbərləri alacaqlar. Ümumi planlarınız və maraqlarınız olan insanları ziyarətə dəvət etmək üçün əlverişli zamandır. Günün ortasında soyuqqanlığı qorumaq çətin ola bilər. İstənilən xırda şey sizi ruhdan sala bilər. Özünüzü ələ almağa çalışın. Tezliklə emosiyaların öhdəsindən uğurla gələcək. Ailədə sülh və sizin üçün vacib olan bütün insanlarda isti münasibətləri qoruyacaqsınız.